Xəbər verdiyimiz kimi Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu Kiçik Gizir Rəhim Zeynaloğlu Novruzov ötən gün yaşadığı mənzildə intihar edib. Rəhim Novruzov 7 ay əvvəl ailə həyatı qurubmuş. O, yaxın aylarda ata olacaqdı. Mərhum ötən gün Kürdəmir rayonunun Çöhranlı kəndində dəfn edilib. Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda saat 12 radələrində qəzaya düşən avtomobil çevrilərək aşıb. Qəzaya düşən avtomobilin xanım sürücüsü bildirib ki, VAZ 2107 markalı avtomobilin sürücüsü dönmə işığını yandırmadan yola çıxdı və mənim avtomobilimiz sağdan vurdu. Qəza baş verən zaman sürət həddi 40-50 arası olub. VAZ 2107-nin qayda pozmasına görə maşınımı aşırdım. Avtomobilim 3 dəfə fırlandı. Başımdan xəsarət almışam deyə sürücü vurğulayıb.